çox atomlu spirtlər. Bunlardan birincisi 2 atomlu spirtlərdən. Sonra 3 atomlu spirtlərdən düşəcək. Dərs idarəmizə düşənlər bunlardır. 2 atomlu doymuş spirtlərin ümumi formu CN H2N OH2 kimidir. Karbon sayı N, hidrogen sayı 2N plus 2 də burada var. Oksigende 2. Bir dənə nümunəsini yazaq. Məsəl üçün CH2, OH, CH2, CH2, OH özümdən qeyd elədim. Deməli, qeyri-polyar rabitələrin sayı digərlərində olduğu kimi, bax bu karbon-karbon arasında olanlardır. Karbon sayından bir vahid əskik. Gəlin bir-bir bunları təyin edək. Qeyri-polyar. Karbonun sayından bir vahid əskik olacaq. Sonra, polyar rabitələrin sayı isə, polyar rabitələrin sayı deyəndə, həm karbon hidrogen olanları, karbonla hidrogen arasında nəzər alacaq, həm karbon oksigen arasındakini nəzər alacaq, həm oksigen hidrogen arasındakini nəzər alacaq. Karbon hidrogen arasında olanların sayı, karbona birləşmiş hidrogenlərin sayı qədərdir, o da 2N-dir. Yəni, buraya yazıram 2N. Karbonla, deməli, oksigen arasında olan sayı istənilən 2 atomlu spirtdə görəcəksiniz ki, 2 dənədir. Karbon, oksigen. Çünki 2 atomlu spirtdə. Oksigen, hidrogen arasında da istənilən 2 atomlu spirtdə görəcəksiniz yenə də 2 dənədir. Burada 2. Deməli, polyar rabitələrin sayı nəyə bərabər olacaq? 2N üstə gələk 4. Dediyimiz kimi, oksigen ancaq spirtlərdə, istəyir bir atomlu, istəyir çox atomlu fenollarda, biri suda hibrid vəziyyətindədir. Qalanlarında isə hibridləşməmiş formadadır. İndi gəlin buradakı hibrid, qeyri-hibrid orbitalların sayını müəyyən edək. Hibrid orbitalların sayı və qeyri-hibrid orbitalların sayı. Hibrid orbitalların sayı deyəndə, bunlar doymuş çox atomlu spirt olduğuna görə karbonlar hamısı sp3 hibrid vəziyyətindədir. Hərəsindən 4 sigma çıxır. Yəni, karbonlar hamısı sp3 hibrid vəziyyətindədir. N dənə karbon var. Deməli, sp3 hibrid orbitalların sayı 4N-ə bərabərdir. Hibridləşmiş karbona görə hibrid orbitalların sayı. Oksigeni də nəzərə alsaq, çünki oksigen də burada hibridləşmiş vəziyyətdədir. Oksigen də sudur, spirtlərdir. Bunlarda sp3 hibrid vəziyyətindədir. sp3-də neçə hibrid orbital var? 4 dənə. sp3 4 dənə. 4 buna aiddir, 4 buna aiddir. Yəni 4N plus 8 edəcək. 4N plus 8. Ancaq rabitədə iştirak edən dedikdə 4N plus 4 niyə görə? Heç bu sizə lazım deyil, bunu yadınızdan çıxarın. Çünki testlərdə də rabitə iştirak edən hibrid orbitalların sayı deyir. Elə 4N plus 4-dən hesablayacaqsınız. Çünki fikir verin, bir oksigen 2 orbitalı iştirak edir. Bir oksigenin yenə də 2 orbital iştirak edir. Cəmi oksigendən 4 orbital iştirak edir rabitədə. Ona görə 4N karbona görə, 4 də oksigenə görə 4N plus 4 olacaq. Qeyri-hibrid orbitalların sayı isə, qeyri-hibrid orbitalların sayı hidrogenlərin sayı qədərdir. O da CN, H2N, OH2 olduğuna görə 2N plus 2 edəcək. Bu da belə. Sonra, indi gəldik bunların adlandırılmasına. Adlandıranda bunları diol sözündən istifadə olunur. Çünki 2 dənə OH qrupu var və hər iki OH qrupu daxil olan ən uzun zəncir seçilir. Məsələn, götürürəm CH3, CH2, CH3, OH, CH2 qoyum, yenə də uzanım CH, OH, bir dənə də CH3. Bunun üçün OH qrupu daxil olan ən uzun zənciri seçirik və OH qrupu hansı tərəfdən yaxınsa oradan nömrələyirik. Buradan baxanda 1, 2, ikinci karbon atomunu birləşir. Amma buradan baxanda 1, 2, üçüncü karbon atomunu. Deməli, bu istiqamətdə nömrələnməni aparacaq. 1, 2, 3, 4, 5, 6 olacaq. 2, deməli, birinci burada biz radikalların sayını deyəcək. İkinciyə yox, dördüncüyə birləşib radikal. Deyəcək 4 metil. Burada 6 dənə karbon aldığına görə 1, 2, 3, 4, 5, 6. Heksandiol. Niyə? 6 karbondur. Heksandiol və neçənci karbon atomlarına birləşib? İkinci və dördüncü karbon atomlarına birləşib OH. Heksandiol 2, 4. 4 metil heksandiol 2, 4 alınacaq.
Və ya birini də yazaq özümüzdən. CH2OH. CH3 OH CH2 CH3. Bəs çox uzatmayaq. Burada yenə də OH qrupu daxil olan uzun zəncir seçirəm. OH-lar hansı tərəf yaxınca orada nömrələyirəm. 1, 2, 3, 4 nömrələdim. Və gördüyümüz kimi ikinci karbon atomuna radikal da birləşib. Əgər radikal varsa, birinci radikalın yerini göstərirsiniz, sayını göstərirsiniz. Sonra zəncirə neçə karbon atomu daxildir, onun sayını və sonunda diol sözü əlavə olunur və OH qrupun birləşdiyi karbon atomun nömrəsi göstərilir. Şimdi gəlin tətbiq edək. 4 dənə karbon atomu var. Bu olacaq butandiol. Amma ikinci karbon atomuna metil birləşdiyinə görə 2 metil butandiol və OH-lar hansı karbon atomlarına birləşir? Birinci, ikinci. Butandiol 1, 2. Yəni bu formada adlandırılacaq. Amma bunların ən çox yayılmış üzvü ki, testlərə düşür, hara getsək görəcəyik. Bu etilen glikol bunun tarixi adıdır və ya etandiol bunun etandiol 2 dənə karbon atomu var. Etandiol 1-2 də bunun beynəlxalq adıdır. Bunun haqqında danışaq. Zəhərli mayedir, rəngsiz, iysiz, özülü, yəni qatı zəhərli mayedir. Şirin təhərdə da malikdir. Ondan istifadə olunur antifriz kimi. Və baxaq görək bunun alınması necədir? Alınması üçün biz bunu alkenlərdə keçmişdik ki, alkenlərin kalium permanganat iştirakında oksitləşməsindən alınır. Yəni kalium permanganat məxlunu rəngsizləşdirir. Bu zaman CH2OH, CH2OH. Belə bir 2 atomlu spirt, kalium OH üstə gələk mangan 4 oksid alınacaq. Bax, bu laborator üsuldur. Laboratoriyada aparılır. Kalium permanganat məxlulu. Belə yadınıza saxlayın ki, kalium permanganat özü apteklərdə zadda da az satılır. Satılmır. Əvvəllər satılır, indi daha satılmır ondan partlayıcı maddə hazırlandığı üçün. Yəni ki, laboratoriyalarda zadda olur yoxlamaq üçün. Onu da alıb aparmırlar ki, bundan gedib etilen glikol alınsın. Sadəcə göstərmək üçündür ki, bu belə bir laborator üsulu var. Sənayedə isə deməli etilenin argintium katalizator iştirakında oksidləşməsindən alınır. Bu zaman etilen oksid və ya epoksid alınır. Təzədən onun da sudanlı reaksiyasından CH2OH yəni belə bir etilen glikol ala bilərik. Və ya götürürəm, necə ki, monohalogeni törəmələrin qələblərin suda məxlunun reaksiyasından spirtlər almaq mümkün idi. Dihalogeni törəmələr olanda da bunlardan da 2 atomlu spirt alınacaq. Natrium OH yazıram, suda məhlul yazıram. Bu zaman CH2OH, CH2OH üstə gələk 2 mol natrium xlor alınacaq. Sonra eyni zamanda etilen glikolun H2O2 ilə reaksiyasından, yəni hidrogen peroksid ilə reaksiyasından bu zaman CH2OH, CH2OH etilen glikol alınacaq. Bu belə. Gəldik bunların kimyəvi xassələri. Kimyəvi xassələri necə ki, bir atomlu spirtlər natriumla reaksiya girir, bunlardan reaksiya girir. CnH2nOH2 üstə gələk 2 mol natrium. Bu zaman CnH2nO natrium. Bax, bundan 2 dənə üstə gələk H2. Bayaq necə dedim, neçə dənə OH varsa, onun yarısı qədər hidrogen alınacaq. 2 OH var, 2 OH-ın yarısı qədər. Çünki OH qrupunda əvəz olmaq gedir də. Ona görə də 1 mol hidrogen alınacaq bu reaksiyadan. Deməli, bir də məsəl üçün bir atomlardan fərqi xüsusiyyətini deyim ki, bir atomlar qələblərin özünlə reaksiya girmirdi. Qələb metallarla reaksiya girsə də. Ancaq bunlar reaksiya girir. CH2OH, CH2OH, üstə gələk natrium OH, 2 mol əmələ gələcək CH2O natrium, CH2O natrium, üstə gələk su, 2 mol su alınacaq. Əlavə olaraq onu da deyə bilərəm ki, bunların nitrat turşusundan, yəni oksigenli turşulardan da reaksiyası var. Bu zaman mürəkkəb efirlər əmələ gətirir. H1-dən, OH1-dən mürəkkəb efirlər əmələ gətirir. Baxın uşaqlar, əgər birbaşa karbon atomuna birləşərdirsə, bax bu NO2, alınardı nitro birləşmə.
Amma gördüyümüz kimi oksigen vasitəsilə birləşir. Artıq mürəkkəb efir alınacaq. Sonra bir atomlu spirtlərdən çox atomlu spirtləri fərqləndirən keyfiyyət reaksiyası var. CH2OH, CH2OH yazırıq. Bu mis2 hidroksidin təzə çöktürülmüş mis2 hidroksiddən glikolat tipli parlaq rəngli məhlulun alınmasıdır ki, bir atomlu spirtlər onlardan reaksiyaya girmir. Ümumiyyətlə, bir atomlu spirtlər ya qələbilərdən, ya bu çöktürülmüş mis məhlulu ilə reaksiyaya girmir. Bundan mis2 glikolat əmələ gəlir. Bax, bu maddənin adı mis2 glikolatdır və burada 2 mol su çıxacaq çölə. Bu çox atomlu spirtin vəsfi reaksiyasıdır, təyini reaksiyasıdır. Bir də bunlar molekullar arası dehidratlaşmaya məruz qalır. Bundan 2 mol götürürəm. Açıq şəkildə belə yazsam daha aydın olacaq sizə. Götürürəm 2 mol və OH1-dən H1-dən, bax belə. OH1-dən H1-dən bu zaman belə bir birləşmə əmələ gələcək. Buna dioksan deyirlər, siklik birləşmədir. Siklik efir adlanır. Oksigen vasitəsindən körpü olduğuna görə. Və bundan bir çox üzv maddələri həll etmək üçün həlledici kimi istifadə olunur. Deməli, etilen glikoldan dedik necə alınır? Sənaye laboratoriyada kalium permanganat məhlulu ilə hidrogen peroksid, natrium OH-ın dihalogen törəmələri natrium OH suda məhlulundan isə sənaye alınması üsuludur. Kimyəvi xassələri onu deyə bilərik ki, natriumla reaksiya girir, natrium OH-la reaksiya girir. Bir atomlardan fərqi odur ki, həm natrium OH, həm mis2 hidroksiddən reaksiya girir. Belə bir reaksiyaları var. Etilen glikolun suda məhlulu isə 0 dərəcədən xeyli aşağı temperaturda başlayır donmağa. Yəni, donmağı çox aşağı temperaturda olduğuna görə qışda avtomobillərə, traktorlara tökülür ki, gec donsun motoru. Radiatorlarda antifriz kimi istifadə olunur. Həm də ondan liflərin alınmasında, məsələn, lavsan lifinin alınmasında istifadə olunur. İndi gəldi 3 atomlu spirt gliserin. 3 atomlu spirtlərdə də CN, H2N çıx 1, OH-dan 3 dəfə. Yəni, formumuz budur. İlkin nümayəndəsi gliserindir. 3 dənə karbon və ona birləşdirilmiş hidroksil qrupları bu formada göstərilir. Burada da atomların sayına özünüz baxıb hesablaya bilərsiniz. N dənə karbon, 2N plus 2 dənə hidrogen, 3 mol oksigen və s. Polyar, deməli, qeyri-polyar, polyar rabitələrin sayı. Qeyri-polyar rabitələrin sayı 2 atomlarda olduğu kimi də N-1'dir. Polyar sigma rabitələrin sayı həm karbon hidrogen, həm karbon oksigen, həm oksigen hidrogen hesablasaq. Bunların hərəsində 3-3'lük görürüz ki, karbon oksigen və oksigen hidrogen arasında. Karbon hidrogen arasında isə radikalda olan hidrogenlərin sayını götürürük ki, bu da 2N-1'ə bərabərdir. Cəmi toplayanda 2N plus 5 qədər burada polyar rabitə olacaq. İndi hibrid orbitalların sayı isə karbonlar doymuş birləşmə olduğuna görə hamısı hibrid vəziyyətindədir. sp3, yəni 4 hibrid orbitalı, o da eləyir 4N. Yəni bir karbonda sp3'dür. 4 hibrid orbital var, N karbonda eləyəcək 4N. Bir də oksigenin, baxmayaraq ki, hamısı sp3 hibrid vəziyyətindədir. Yəni, dediyim kimi, oksigen spirtlərdə suda sp3 hibrid vəziyyətindədir, qalanlarında hibridləşməmiş və biz oksigeni də bilirik ki, hərəsindən 2 orbital iştirak edir. 1, 2, 1, 2 və 3 oksigen hərəsindən də ikisi iştirak edərsə 2 dəfə üçün 6 eləyəcək. Yəni 4N plus 6 qədər hibrid orbitalı rabitə yaranmağında iştirak edir. İlk üzvü yazdığım kimi burada gliserindir. Rəngsiz özlü şirin dadlı mayedir. Ancaq etilen glikoldan fərqli olaraq zəhərli deyil. Necə yadımızda saxlayaq? Ən azından apteklərdə də satılır, ondan dəri yumuşaldıcı kimi istifadə olunur. Əl kremlərinin tərkibinə daxildir. Dodaq boyasının tərkibində daxildir. Siz onu fikirləşin ki, gliserin zəhərli olsa, qadınlar 90% pamadadan istifadə edirlər, daha hamısı zəhərləndi getdi ki, yəni ona görə gliserin zəhərli deyil, amma etilen glikol zəhərlidir. Bu cür formada yadda saxlaya bilərsiniz. Şərbətə bənzər formadadır. İndi gəldiyi alınması, onun yağların hidrolizindən alınır. Əsas alınma üsuludur. Yağ götürürəm və onun 3 mol su ilə reaksiyasından bu zaman gliserin və 3 mol turşu alınacaq. 3 mol turşu. Bu hidroliz reaksiyasıdır. Məsələn, stearin turşusu daxil olan, stearin turşusunun
daxil olan hər hansı bir yağ götürüb onun hidrolizinə baxaq. Gliserinlə götürürəm CH, CH2, belə bir mürəkkəb efiri var. H35. Bu yağın əsas tərkib hissəsidir, bərk yağın. Onun sudan hidrolizində bu zaman gliserin fikir verin. Hər 3 mol su götürsən 3 hidrogen gəlir hərəsi 1 oksigenin yanında birləşir. Sonra OH-lar da gedir bu hissəyə birləşir ki 3 mol da C17 H35 COOH. Yəni 3 mol da turşu əmələ gələcək. Bəzən suyun yerinə natrium OH da götürülür. Yəni buna da nümunə yazaq. Buna sabunlaşma reaksiyası deyilir. Bu zaman yenə gliserin və bərk sabun alınacaq. Baxın, bərk sabunun əsas tərkib hissəsi. Maye sabunlarda doymamış olur və kalium sabunlar olur. Doymuş da ola bilər, amma kalium sabunlar olur. Bərk sabunun tərkibində isə natrium olur. Bax, bu yolda nə alınır? Digər alınma üsulu var 11-ci sinifin dərsliyində. Yazıram yazmağına, amma birinci qrupa düşəcəyinə inanmıram. Sadəcə yəni deyirəm ki, ən əsas yağların hidrolizi yadınızda saxlayın. Yağların həm sudan hidrolizidir, həm natrium OH-dan reaksiyasıdır, sabunlaşma reaksiyası deyirlər natrium OH-dan, çünki sonda sabunlanır. Bunu mütləq yadda saxlayın. Amma 11-ci sinifin dərsliyində var deyə hər ehtimalla bunu deyirəm. Testlərdə amma rast gəlməmişəm. Götürülür propilen, onun oksiləşməsindən su çıxacaq. Bir də belə bir akrolein deyirlər, akrolein aldehidi, belə bir aldehid alınır. Bəzən onun da hidrogenlə reaksiyasından allil spirt alınır. Onun da H2O2 ilə reaksiyasından hidrogen peroksidi. 2 qatı qırılma gedir. CH2OH, CHOH, CH2OH gliserin alınır. Deməli, birinci nə elədik? Propileni götürürlər, oksiləşdirirlər. Bu zaman oradan su alınacaq. Bu hissədən işim yoxdur, olduğu kimi qalır. Buradan 2 hidrogen, 1 oksigenlə birləşir, H2O kimi qalır. Çıxır. Amma oksigenin mötərizədə göstərməyim o demək ki, oksigenin sayı çox ola bilər də. Su çıxır. Bir oksigendə burada axı bir hidrogen qalır. O karbonla hidrogenlə belə bir aldehid qrupu yaranır. Bu alınacaq aklorin aldehidi. Təzədən o da hidrogenlə reaksiyasından belə bir spirt alınacaq. Allil spirti. Onun da H2O2 ilə reaksiyasından OH-lar bura birləşəndən sonra belə bir 3 atomlu spirt əmələ gələcək. Yenə də deyirəm, bu 11-ci sinifin dərsində var deyə dedim, amma ən əsas testlərdə rast gələn yağların hidrolizidir. Onları bilin, bunu bilməsəniz də olar, ən əsas ona üstünlük verin. Sonra bunlar da 2 atomlar və 1 atomlar kimi natrium OH-dan, daha doğrusu natriumla reaksiyaya girir. Amma çox atomlular natrium OH-dan, kalium OH-dan, sonra mis2 hidroksiddən reaksiyaya girir. Amma 1 atomlar reaksiyaya girmir. 3 OH-ı var. Ona uyğun olaraq 1,5 mol hidrogen ayrılacaq birbaşa soruşulsa, amma reaksiyanı istəsə təbii ki, reaksiyanı yaza da bilərsiniz. O natrium, burada qoyuram o natrium. Yəni belə bir birləşmə əmələ gələcək. Bu da belə. Mis2 hidroksiddən reaksiyaya girib, belə mis2 gliserat əmələ gətirir. Parlaq göy rəngli məhlul əmələ gətirir. Bir də bunlar həm 2 atomlarda, 3 atomlarda fərq yoxdur. Hər biri üçün yaza bilərsiniz. Bunlar hər biri həm oksigenli, həm oksigensiz turşulardan reaksiya girir. 3 mol tutaq ki, oksigensiz turşu götürürəm. 3 hidrogen, 3 OH-dan birləşib. Buradan 3 mol su çıxacaq çölə. Və bu zamanda CH2 xlor, CH2 xlor, yəni belə bir birləşmə əmələ gələcək. Sonra
Bir də ən əsas nitrogliserin partlayıcı bombanın alınmasında istifadə olunur. Yenə gliserini götürürük və gliserindən partlayıcı maddə olan trinitrogliserin əmələ gəlir 3 mol. Elə bil ki, götürürsünüz nitrat turşusunu üzvü kimi ya da nitrat turşusunu HNO2 kimi göstərmək daha rahat olur ki, suyun əmələ gəlməsini göstərək. OH turşudan hidrogen spirtdən, OH turşudan hidrogen spirtdən ayrılır və 3 mol su əmələ gələcək. Eyni zamanda belə bir mürəkkəb efir yaranır ki, həmin bu mürəkkəb efirdə partlayıcı maddə kimi istifadə olunur. Trinitrogliserin ağır yağa bənzər maddədir, rəngsiz mayedir, rəngsiz ağır yağa bənzər mayedir, partlayıcı maddə kimidir. Zərbədən bu parçalanır, yəni zərbə vuranda parçalanır. Bu zaman havanın tərkibində hansı qazlar varsa, o alınır. Havanın tərkibində nə var? Azot qazı var 78%. Havanın tərkibində nə var? Deməli, havanın tərkibində oksigendir, karbon qazıdır, su buxarlarıdır. Yəni, bu havanın tərkibində olan qazlar əmələ gələcək partlayanda. Trinitrogliserində azotun oksidaşma dərəcəsi müsbət 5-dir. Bu nitrat turşudan gəldiyinə görə valenti 4-dür. Ondan harada istifadə olunur? Ətriyyatda, tibdə, hər hansı bir məlhəmlərin hazırlanmasında istifadə olunur. Hətta trinitrogliserinin 1% məhlulu tibdə qan damarlarının genişləndirilməsində istifadə olunur. Sonra gliserinlə bir yerdə qarışdırıblar. Avtomaşınların su nasoslarının işləmə mexanizmini yaxşılaşdırmaq üçün gliserinlə bir yerdə qarışıq istifadə olunur və s. Bir də bunlara aid nə kimi suallar ola bilər? Bayaqki kimi neçə mol hidrogen ayrılıb, ona uyğun gliserinin mol miqdarını təyin edə bilərsiniz. Biz bildik ki, 3 OH var, ona uyğun 1,5 mol hidrogen ayrılır. 2 atomlu spirtlərdə də 1 mol hidrogen ayrılır və s. Yəni buna uyğun da məsələlər var. Etmək mümkündür. Çox atomlu spirtlərdən də bu qədər.